Üfüq nədir? Onu deyim Evet, sizə. geçmişte. Üfüqün mövzusunu öyrənəcəksiniz də. Orada mövzu var üfüqlə bağlı. Amma digərində mövzu yoxdur. Sadəcə testdir. Deməli, üfüq nədir? Üfüq bizim məhəldə gördüyümüz açıq ərazi adlanır. Bəzən isə açıq bir ərazidə diqqətlə fikir versəz, elə düşünülür ki, uzaq məsafəyə baxanda elə bilirsiniz ki, yerlə göy bir-birinə bitişikdir. Artıq yəni müəyyən bir qədər getsəz elə düşünürük də. Ki biz gəlib görəcəyik ki, yerlə göy bir-birinə bitişibdir. Təbii ki, bu ifadə yanlışdır, amma açıq ərazi olduğuna görə biz bunu belə görürük. Bu üfüq xətti adlanır. Ümumiyyətlə üfüq anlayışı mən bunu birinci səfərdə izah edəndə demişdim. Rum anlayışı belə deyim də, dənizçilərə məxsus olubdur. Çünki dənizçilər həmişə belə deyək də, quldurluq məqsədi ilə həmişə səyahətə Peki çıxırlar. sesiniz gelir gelir. Bayaq da gitmişti. Hə, eşitmirsiniz? Səsim pis gəlir. İndi geldi. Yani bayaq gitmişti. Əla. Onda yenidən izah edeyimmi? Hansı hissədə Yani qaldı? üfüq dediniz ki yerine göy birleşir. Ondan sonra sesiniz gitti. İndi geldi. Tamam. Yerlə bəzən açıq bir ərazi görəndə diqqətlə baxsaq, elə görürük ki, yerlə göy bir-birinə birləşir. Bunu hamımız görmüş olmalıyıq artıq. Həmin o xətt kimi gördüyümüz isə üfüq xətti adlanır. Üfüq anlayışı ümumiyyətlə dənizçilərə məxsus olub. Çünki dənizçilər həmişə səyahət ediblər. Dənizçilər həmişə axtarışda olublar. Ona görə də üfüq cəhəti, üfüqün cəhətləri termini dənizçilərə məxsusdur və onlar onu rumba adlandırırdılar. 32 rumba bölürdülər. Bəs yaxşı. Biz üfüqün cəhətlərini necə müəyyən edirik? Üfüqün cəhətlərini müəyyən etməyin bir neçə üsulu var. Misal üçün, ən sadə üsul günəşə əsasən müəyyən etməkdir. Səhər tezdən gün çıxan tərəfə gözümüzü tuturuq, günəş şərqdə çıxır. Deməli, gün çıxan tərəfə durmuşuqsa, deməli günəşi biz şərqdə görürük. Şərqdə görürüksə, bizim arxa hissəmiz şərqin əksi qərb olur. Sağ tərəfimiz, sağ qolumuz olur cənub, sol qolumuz olur şimal. İstiqamətləri deyirəm sadəcə olaraq. Sonra mamırlara görə müəyyən etmək olur. Bu ağacın gövdələrində mamırlar olur. Mamırlar həmişə şimal tərəfdə bitirlər. Bəli, şimalda bitirlər. Sonra misal üçün qütb ulduzunu əsasən müəyyən etmək olur. Bunu diqqətli olun. Qütb ulduzu ancaq şimalda olur. Yadınızda saxlayın. Cənub yarımkürəsində qütb ulduzu ümumiyyətlə yoxdur. Yer səthində ən parlaq ulduz hesab olunur qütb ulduzu. Qütb ulduzu hansı enlikdə adını çəkiriksə eyni dərəcə bucaq altında görünür. Misal üçün biz özümüz 40 dərəcə enlikdəyik, düzdür? Bizdə qütb ulduzu 40 dərəcə bucaq altında görünür. 60 dərəcədə 60 dərəcə bucaq altında görünür. 90-da 90 dərəcə görünür. 0-da 0 dərəcə görünür. Aydın oldu bu? İndi gəlin mən sizə birinci bunun şəklini çəkim, izahını verim, ondan sonra digərlərinə keçək. Qütb ulduzunu necə müəyyən edəcəksə onu da deyəcəm sizə. İlk öncə üfüqün cəhətlərini çəkmək üçün bizə nə lazımdır? 4 dənə belə bizə üfüqün cəhətlərində əsas və aralıq cəhətlər var. Onları ayıracağıq. Bunlar əsas cəhətlərdir, indi mən çəkirəm sizə. Əsas cəhətlər 4 dənədir. Biri var istiqamət, biri var azimut. Bax, bunu xatırlayın, yadınızda saxlayın daha doğrusu. Azimut deyəndə şimala olan istiqamətlə verilən istiqamət arasında qalan bucaqdan danışırıq. Yəni, rəqəmdən danışacaqsa üfüqdə bu olacaq azimut. Yox, şimal, cənub, şərq, qərb, şimal, şərq, cənub, şərq. Yəni, hərflərdən danışacaqsa bu olacaq istiqamət. Aydın oldu bu sizə? Hərfdirsə istiqamət, rəqəmdirsə azimut. Hərf, istiqamət, rəqəm, azimut. Всё. İndi keçirəm. İndi gəlin birinci istiqamətlərimizi müəyyən eləyək. Əgər ox yuxarıya doğrudursa bu olur şimal. Aşağıya doğrudursa olur cənub. Sağa doğrudursa olur şərq. Sola doğrudursa olur qərb. Bu aydın oldu? Əla. Bu bizim istiqamətlərimizdir. Bu istiqamətlərin azimutları var, yəni dərəcə qiymətləri. Azimut 0-360 dərəcə arasında dəyişir. 0 şimalı bildirir. 90 şərqi bildirir. 180 cənubu bildirir. 270 qərbi bildirir və 360 yenə şimalı bildirir. Bu da aydın oldu? Bunları əzbərləyəcəksiniz bu rəqəmləri. Yaxşı. Bunlar bizim əsas üfüqün əsas cəhətləridir. Azimutlarında dedim, istiqamətlərində dedim. Bir də var aralıq cəhətlər. İndi aralığı çəkirəm sizə.
Rəngli çəkirəm ki, sizin üçün asan olsun. Bu da aralıqlardır. Yəni əsasların arasında olanlar. Aralıqları necə oxuyursunuz? Baxın. Şimal, şərq. Adı nə oldu? Şimal, şərq. Qısaltmalar da yazıram ki, qısaltmaları da əzbərləyəsiniz. Sonra cənub, şərq. Cənub, şərq. Şimal, cənubdan işləyirik burdarcıq. Cənub, qərb. Cənub, qərb. Şimal, qərb. Şimal, qərb. Adlar aydın oldu. Və bunların dərəcə qiymətləri var. 0 ilə 90-ın arasındadır şimal, şərq, düzdür? Deməli, nəyi götürəcəyik? Yarısını. 0-dan 90 yarısı neçə olacaq? 45. Всё. İndi 45 artırıram, baxın. 90 üstə 45, 135. 180 üstə 45, 225. 270 üstə 45, 315. Всё. Bu da aydın oldu sizə. Əla. Bu əslində sizə kifayət eləyir. Bundan əlavə heç nə deməyəcəm. Niyə deməyəcəm? Beyniniz yanmasın deyə. Əslində aralığında aralıq cəhətləri var, amma onu beyniniz yanacaqdır, ona görə demirəm. Bunları belə əzbərləyirsiniz mənə. Və nə əzbərləyirsiniz mənə? Oxları. Bunu yəqin ki, aydın oldu. Bunun məsələləri, bəli, məsələləri falan çox asandır, amma əzbərləməyiniz mütləqdir. Baxın, mən sizdən nə istəyirəm? Oxları əzbər bilməlisiniz. Misal üçün, siz belə ox görəndə bilməlisiniz ki, bu şimalı bildirir. Belə ox görəndə bilməlisiniz ki, bu cənubu bildirir. Belə görəndə şərqi, belə görəndə qərbi. Bunu əzbər bilməlisiniz. Bunları atacağım sizə PDF formatında. Özüm hazırlamışam. Özüm hazırladıqlarınız çox yaxşıdır da, çox. Onları qeyd kimi götürürəm. Mən asandır da, işimi asanlaşdırır ki, məndən çox mənim hazırladıqlarımın işini asanlaşdırır. Atıram, belə deyim də, baxın, sizə atdığım qeydlərin hamısını özüm hazırlamışam. İndi atacağım bunu üfüqün cəhətini. Özüm bir-bir çəkmişəm, sonra onu skan vəziyyətinə keçirdirəm, sonra PDF vəziyyətinə keçirdirəm, ondan sonra atıram sizə ki, yəni işini sevmək həqiqətən, yəni onu daha, yəni mən nəyə başa düşdüm? Orada siz bayaq mənə sual verdiniz, plan nəyə deyilir? Bəli. Məsələn, plan nəyə deyilir? O sizin PDF-inizdə yazılmışdı ki, yerin kiçildilmiş, təfərrüməmsə elə bir şeydir. Bəli, müstəvi üzərində təsviri. Müstəvi üzərində elə bir ki, mənim daha başa düşəcəyim dildə deyim də belə. Bəli. Ümumiyyətlə siz mənim izahlarıma indi təzə qoşulmusunuz, indi təəssüratınız necədir bilmirəm, amma keçdikcə görəcəksiniz. Mən sizin dilinizdən danışıram, kitab dilindən yox. Kitab dilini danışsam, bəli, kitab dilini danışsam anlamayacaqsınız. Sizin dilinizdə amma rahat anlayırsınız. Yəni mənə çox uyğun gəlir. Əla. İnşallah da belə olacaq, narahat olmayın. Yaxşı. Sonra bir də oxlar hansıları bilməlisiniz? Aralıqları. Misal üçün, belə ox görəndə bilməlisiniz ki, bu şimal şərqdir. Misal üçün, belə ox görəndə bilməlisiniz ki, bu cənub şərqdir. Deyim bunun asan yolunu. Nətər çəkirəm? Yuxarıya görürsünüz. Bax, bu oxu necə çəkdim? Yuxarıya doğru. Deməli, bu şimal istiqamətində gedir. Və sağa doğru əydimsə, deməli, şərqdən danışıram da. Baxın, eyni şəkildə. Bunu aşağıya çəkdimmi? Aşağıda, deməli, cənuba doğru gedir. Hara yönləndirdim? Sağa doğru. Deməli, cənub şərqdir da. Baxın, eyni şəkildə. Şimala çəkdim, amma hara meyləndirdim? Sola. Deməli, bu olacaq şimal qərb artıq. Gördünüz? Aşağı çəkdim, hara getdim? Cənuba. Hara meyləndirdim? Sola. Hara bildik. Oxların hamısını çəkdim. Bir dənə cənub qərb qalmışdı. Görürsünüz, baxın, aşağı çəkirəm və sola istiqamətləndirirəm. Aşağı çəkdimsə cənubdur, sola istiqamətləndirirsə deməli qərbdir. Всё. Qısa konkret. Sizə ən böyük işinizə yarayacaq şey burada məlumatlar, rəqəmlərin əzbərlənməsidir. Rəqəmləri mütləq əzbər bilməlisiniz. Əgər tam əzbərləyə bilmirsinizsə, gözünüzdə bir müddət təsvir etməklə əzbərləyin. Gözünüzü yumun, gözünüzün qabağına gətirərək əzbərləyin. Bax, o cür rahat olacaq. Bayaq sizə dedim ki, qütb ulduzu anlayışını deyim, sonra izah edəcəm. Qütb ulduzu anlayışını siz həmişə necə yadınızda saxlayın. Düşünün ki, qütb ulduzu sizin başınızın üstündədir. Hansı rəqəm verirsə versin, bax deyirəm. Bu ki, həmişə keçərlidir, testin üstündə də deyəcəm. Nə rəqəm verirsə versin, heç vaxt o cür yanaşmayın. Qütb ulduzu tutaq ki, buradadır. Mən əgər bu istiqamətdə gedirəmsə, bu istiqamət hansı istiqamət oldu? Hansı istiqamətdə getsəniz? Baxın, oxu çəkmişəm. Şimal istiqamətində. Şimal istiqamətində, cənuba yox. Şimal istiqamətində gedirəm. Burada cənub sözünü işlətmirik səma. Şimal istiqamətində gedirəm. Qütb ulduzu mənim harda qalıb? Necə görürəm mən qütb ulduzunu? Qarşımda. Qarşımda. Əla, super. İndi misal üçün bu istiqamətdə gedirəm.
Qütb ulduzu Və səma. qütb ulduzu məndən arxada qaldı. Əla. Hansı istiqamət idi səma bu? Cənub istiqaməti. Hə, üzürlüsən. Tamam, heç nə olmaz. Səma, misal üçün bu istiqamətdə gedirəm. Bu istiqamət nə idi? Şərq. Şərq istiqamətində. Qütb ulduzu, yəni sağ tərəfə gedirəm, düzdür Səma? Qütb ulduzu məndən harda qaldı? Mən sağa getdimsə, Şərqdə. mən sağa gedirəm. Bax, bu nöqtədə mən sağa doğru gedirəm. Qütb ulduzu harda qalır? Şimalda. Qərbdə. Solda. Qütb ulduzunda qərb-şərq söhbəti olmur da, solda qalır. Bax, sağa gedirəm, Səma. Sol tərəfdə qaldımı? Bəs sola gedəndə harda Bəli. qalacaq Səma? Sağ tərəfdə. Sağ tərəfdə. Özün düşün Səma. Bax, bu dəqiqə oturmusan, düzdür Səma? Düz qarşında qütb ulduzu Bəli. düşün. Düz qarşında, elə bax qarşıya qütb ulduzu. Sağ tərəfə çəkiləndə qütb ulduzu harda qalır səndən? Sağ tərəfə. Solda. Ay sağ ol. İndi sol tərəfə əyil. Harda qalacaq? Sağda. Sağda. Aydın oldu? Bəli. Əla. Yaxşı. Bir də nəyi bilməyinizi istəyirəm? Ən çox işlətməli olduğunuz şey nədir üfüqün cəhətlərində? Misal üçün sizə böyük bir rəqəmlər verə bilir. Deyir ki, misal üçün 200 bilmədiyiniz rəqəmdir da testin içində. Bunu biz əzbərləməmişik ta ki. Deyir 247 dərəcə azimutla gedən səyyah əvvəlki məntəqəyə neçə dərəcə ilə qayıdar? Baxın, mən bu 247-ni A hərfi kimi götürürəm yuvarlaq olaraq. Əgər verilən azimutun dərəcə qiyməti, yəni A 180-dən böyükdürsə, tez həmin azimutdan 180-i çıxırıq. Əgər versəydi, misal üçün 93 dərəcə. 93 dərəcə, o da bərabərdir A götürürəm. 180 dərəcədən kiçikdirsə, onda həmin rəqəm üstünə 180-i əlavə edirik artıq. Bu aydın oldu? Zəhmət olmasa indi bu hissəni bir də deyə bilərsiniz. Sual nə olsaydı? Emin. Sual bu qoyur. Misal üçün deyir ki, 247 dərəcə azimutla hərəkət edən səyyah əvvəlki məntəqəyə neçə dərəcə azimutla qayıdar? Sualı bu cür qoyur. 247 180-dən böyük olduğuna görə mən A ilə götürürəm də yuvarlaq 247 deyirəm də bu 300 də ola bilər, 500 də ola bilər, hər rəqəm verə bilər. 180-dən böyük olsun əsas odur. 180-dən böyükdürsə həmin azimutdan tez 180-i çıxıram, bu mənim cavabımdır. Onu mənə başqa bir yolla da öyrənmişdim. İndi bilmirəm nə dərəcədə doğrudur. Aha, hansı yolla? Mən sırası üfüqün həmin nöqtəyə çəkirdim üfüqün xətlərini. Aha. Orada nöqtəni qoyurdum, hansı tərəfə düşürsə tez onu götürürdüm. Yaxşı. İndi gəlin sizə belə bir sual verim Aygülüm. Görüm onda da çəkə biləcəksən. Yolunu deyirəm. Misal üçün mən sənə vermişəm 770 dərəcə. Necə çəkəcəksən bu üfüqün cəhətini? Çəkə biləcəksən? Var üfüqün cəhətində belə bir rəqəm? Yox. Yox, əzbərlədiyimiz rəqəmlər içində yoxdur ki. Amma indi siz dediyiniz metod elə idi ki, əgər 180-dən böyükdürsə, aha, bu da 180-dən böyükdür. 180. Bu da 180-dən Amma böyük. belə bir üfüqün cəhəti yoxdur deyə bunu götürmürük də. Baxın, 247 deyə də bir üfüqün cəhəti yoxdur. Üfüqün cəhətlərinin dərəcə qiymətlərini bayaq yazdım. 247 yox idi onların içərisində. Bu da yox idi. Bu halda mən dediyim yola keçirsən. Misal üçün 247-dən 180-i çıxanda 67 ala bilirsən. Düzdürmü? Bu alınır. Amma misal üçün 770-də artıq onu ala bilməyəcəksən. Yenə də böyük rəqəm olacaq, içərisində yenə 180 olacaq. Bu halda nə edirsiniz? 180-in hissələrini çıxırsınız 770-dən. Yəni, düşünürəm ki, neçə dənə 180 var 770-in içində. Çıxa-çıxa gedirəm. Hansı ki, 180-dən kiçik rəqəm alana qədər. 180-dən kiçik rəqəm alana qədər 180-i çıxıram. Hər bir halda. Artıq 180-dən kiçik bir rəqəm alandan sonra bilirəm ki, mənim cavabım odur. Yəni, mütləq şəkildə 180-dən kiçik rəqəmə gətirməliyik bu böyük rəqəmləri. Aydın oldu? 180-dən böyük rəqəmləri 180-dən kiçik rəqəmə gətirməliyik. Ona görə də içərisində nə qədər 180 varsa hamısını çıxmalıyıq. Ta ki 180-dən balaca rəqəm alana qədər. Bəli, ta ki 180-dən balaca rəqəm alana qədər. Tam aydın oldu? Oldu. Testin üstündə daha aydın adama məlum olur. Gülüm, elə bir test çıxmayacaq qabağınıza ki, onun içərisində bir neçə dənə 180 olsun. Sadəcə yolunu sən dediyinə görə mən o məqsədə gətirdim, çıxartdım ki, yəni bunu deməyə çalışıram. Amma 180-dən böyük rəqəmlər olan testimiz var. İndi gəlin testin üstündə işləyək.
Bunun testi yenə də vurğulayıram çox azdır. Amma var. Üfüqün cəhətləri. Tamam. 11-ci sualdan izah edirəm. Bu ən sadələridir hələ ki. Mən sizə məsləhət görürəm ki və hətta bəzən tələb də edirəm ki, bayaq çəkdiyim oxlar var idi bu istiqamətlərdə. Testləri bu oxlardan işləyin. Opşi belə çəkməyin. Aydın oldu? Opşi çəkəndə bu sizə qarışıqlıq yaradacaq. Opşi çəkəndə orada artıq problemləriniz qalacaqdır. Oxlardan işləyəndə heç bir probleminiz qalmayacaq. Ona görə mən dedim ki, PDF formatında atacağam ki, oxları ayrı-ayrı əzbərləyin. Nə deyir? Turistlər şimal istiqamətində 4 kilometr getdi. Mən tez bilməliyəm ki, şimalın oxu budur. Çəkdim, yazdım 4 kilometr. Və hardan çəkmişəmsə, bayaq nöqtə var idi testin içində. Dedim, nöqtəyə baxdınız. Siz dediniz ki, mən heç nöqtəni görmədim. Gülüm yadına gəlir. Üfüqün cəhətində mütləq nöqtə qoymalısınız. Mütləq nöqtə qoymasanız bilməyəcəksiniz ki, hansı istiqamətdə qayıtmalısınız. Nöqtəmi qoydum, şimal istiqamətində çəkdim. Gördük bunu? Əla. Davam edirəm. Sonra deyir ki, 270 dərəcəli azimutla 4 kilometr. Ona görə deyirəm ki, rəqəmləri əzbərləməlisiniz. Getdim. 270 dərəcə azimutla da getdim, yenə 4 kilometr. Yazdım bunu da. İndi nə deyir? İndi deyir ki, onlar əvvəlki məntəqə. Nöqtəni qoymasanız bilməyəcəksiniz ki, əvvəlki məntəqə deyəndə bunu nəzərdə tutur. Nöqtəni qoymasanız onu bilməyəcəksiniz. Deyir, bura qayıtmaq üçün hansı istiqamət və azimutdan istifadə etməlidir. Baxın, oxu bitirdiyim yerlərdən çəkirəm. Baxın, görürsünüz, burada bitirmişdim, buradan çəkdim. İndi burada bitirmişəm, buradan çəkirəm. Gəldim nöqtəyə. Cənub istiqamətində olacaq. Cənub nə? Sağa yönləndirdim axı oxu. Cənub şərq. Bəli, düzdür. Cənub şərq və siz rəqəmləri əzbərləyəndən sonra biləcəksiniz ki, cənub şərqin dərəcə qiyməti 135-dir. Cavabınız çıxdı. Gülüm aydın oldu? Aydın oldu. Əla, super. Səma aydındır? Bəli, asandır gördünüz. İndi oxları özünüz işləyirsiniz. Biz testlərin devi hamısını verəcəksiniz. Hamısını öyrənmişik. Yox, horizontallar içindən çıxacağıq. Horizontalları çıxacağıq, qalan hamısını götürəcəyik. Yaxşı. Baxın, qütb ulduzu məsələsi var idi. Baxın, mənim bu sertifikasiya imtahanına düşəndə müəllimlərin ən çox danladığım hissə. Sizə qeyd oluna bilər. Şimal qütbü. Şimal qütbü. Deyir ki, şimal qütbündən səyyah əvvəlcə 90 dərəcəlik azimutla ekran kaydı götürülür. Ona görə ümumi danışıram ki, onsuz da eşidəcəksiniz bunları. Sonra 180 dərəcəlik azimutla hərəkət etdi. Səyyah hansı istiqamətlərdə hərəkət etmiş oldu? Baxın, şimal qütbündən hansı azimut verir versin? Hansı istiqamət verir versin? Nə deyir desin, yəni özü üçün orada nə danışırsa danışsın, biz şimal qütbündən ancaq cənuba gedə bilirik. Şimal qütbündən ancaq cənuba getmək olur. Aydın oldu bu ifadə? Oldu. Əgər nə sual götürürük? Sual bilirsiniz necə qoyur? Misal üçün indi cənuba dəyişirəm onu, cənub qütbü elədim. Cənub qütbündən səyyah əvvəlcə 90 dərəcəlik azimutla, sonra isə 270 dərəcəlik azimutla, sonra isə yenidən 0 dərəcəlik azimutla hərəkət elədi. Səyyah hansı istiqamətdə hərəkət elədi? Cənub qütbündən yalnız şimala getmək olur. İstəyir orada milyon dənə azimut saysın, istəyir milyon dənə istiqamət saysın, siz yalnız götürürsünüz şimal. Şu. Misal üçün, şimal qütbü deyəndə ancaq götürürsünüz cənub. İzahım aydın oldu? İndi hansı testin üzərində deyirdiniz bunu bizə? Heç bir testin üzərində demirdim. Sadəcə bu şey deyirdim. Yox, test yoxdur. Necə deyirdim sadəcə olaraq. Yaxşı. 24-cü testə baxıram. Deyir ki, səyyah şimal yarımkürəsində hansı azimutla hərəkət etməlidir ki, qütb ulduzu ondan solda qalsın? Qütb ulduzu solda qalması üçün mən hansı tərəfə getməli idim? Sağ tərəfə. Sağ tərəfə. Sağ tərəfin dərəcə qiyməti neçə idi? 90. 90 fişi. Aydın oldu. Sonra deyir ki, Bakıdan şimal-qərb istiqamətində 25 izah edirəm. Olan məntəqədən ekvatora doğru ən qısa məsafəni. Bunun üçün düşünürlər. Bakının birinci azimutunu axtarırlar. Sonra şimal-qərbə gedək. Heç nə ehtiyac yoxdur. Bilirsiniz ki, ekvator xətti yuxarı şimal, ekvatorun aşağıda cənubdur. Bunu bildik. Bakı da ekvatordan şimalda, yuxarıdadır mı?
Bakı şimal yarımkürəsində. Nə deyir həmişə şimal yarımkürə? Biz şimal yarımkürəsində yerləşirik. Belə bir fayda işlədirik, düzdür? Deməli mən ekvatora getmək üçün hər bir halda hara getməliyəm? Aşağıya. Aşağının da dərəcə qiyməti neçədir? Şimal, cənub. Elə ki, şimaldan cənubu çıxırıq, belə çıxır. Cənuba, yox, cənub falan çıxmırıq. Elə birbaşa cənuba getmiş oluruq da, düzdür? Aşağıya düşürük. Aşağıya düş, cənubu da dərəcə qiyməti 180 fisə. Aydın oldu mu da? Oldu. Əla. Yaxşı, 26-dan izah elədim. Keçək. Görüm buradan başqa, onlardan izah vermişəm. Burada azdır, yenə deyirəm. Üfüqün cəhəti çox azdır. İşlədikcə görəcəksiniz. Hə, bunlarda axtarırlar. Bir dənə bunu da izah edeyim. Misal üçün 44-cü sual. New Yorkdan Bakı verir. Deyir New Yorkdan Bakıya, Bakıdan New Yorka hansı istiqamətlərdə getməliyik? Bundan üçün də rəqəm zad axtarmırıq. Düşünürük ki, Bakı şərq yarımkürəsindədir, New York qərb yarımkürəsindədir. Qərbdən şərqə getmək üçün sağa getməliyəm, şərqdən qərbə getmək üçün sola getməliyəm. Deməli bir dəfə 90-dan getməliyəm, bir dəfə 270-dən. Aydın oldu? Oldu. Çox belə asan yollar deyə. Asan yaxşıdır da unutmayacaqsınız. Sonra İşləyə bilmədiklərinizə baxacağıq. Bir ikisi var ki, içində onlara toxunmuram, qəsdən toxunmuram. Görüm öz məntiqinizi yoxlamaq istəyirəm. Ondan sonra onsuz da izahını hər bir halda verirəm. Məntiqinizi yoxlamaq istəyirəm ki, görüm necə işləyəcəksiniz mənsiz. Artıq bundan izah elədim. Birində izah edeyim 103-də. Bayaq deyirdim, nə rəqəmlər görürsünüz, görün, üstündən xətt çəkin. Elə bir heç görməyibsiniz. Çünki nə istəyir qütb ulduzu? Rəqəm heç bir aidiyyatı yoxdur qütb ulduzu tapanda. Buradakı rəqəm yazıb boş-boş. Bunlar bizə lazım deyil. Qütb ulduzunu tapanda bir qütb ulduzu sözü lazımdır, bir də bizə buradakı azimutlar lazımdır. Vəsə, bu mənim oldu qütb ulduzum. 270 dərəcə azimutla gedirəmsə, sola gedirəm, düzdür? Məndən harda qaldı? Sola getdimsə qütb ulduzu məndən harda qaldı? Sağda. Bura oldu sağ. Sonra 180 dərəcə gedirəm. Aşağıya doğru. Harda qaldı? Yuxarıda. Arxada yəni. Arxada. Aha. 90 dərəcəlik azimutla gedirəm sağa. Harda qaldı? Solda. Solda. Bir də gedirəm yuxarıya doğru. 0 dərəcə azimutla. Harda qaldı? Qarşıda. Qarşıda. Vəsə. Deməli, sağ, arxa, sol, qarşı. Sağ, arxa, sol, qarşı. Cavab oldu Y variantı. Bəli, bəli. Vəsə. Yəni biz qütb ulduzunu gördüksə, orada rəqəmlərə baxmırıq. Bir dənə azimutlara baxırıq. Vəsə. Bir dənə azimutlarına baxırıq, qutardı. Deməli, bu testin içərisində 2 dənə sual var idi ki, ona toxunmadım. Özüm toxunmadım. Çünki hərəsindən bircə dənədir da. Yəni, əlavə ikincisi yoxdur. Başa düşdünüz? Ki, mən ona toxunum deyim. İzah eləyin, amma deyin hansı test idi? Yox, deməyəcəm. Özünüz baxanda deyəcəksiniz. Biləcəksiniz. Niyə? Çünki həqiqətən məntiqinizi bir də yoxlamaq istəyirəm də. Görüm, mən siz də məntiqdən yanaşa biləcəksinizmi? Yaxşı. Amma yollarını demişəm. Yəni, deyim ki, deməmişəm, yox. Yolunu demişəm. Mən indi oturub işləyəcəm. Heç üstündən istəmirəm keçsin. Əla. Əslində çox yaxşı şeydir. Həmin dəqiqə işləyəndə daha tez beyninizə hopur. Mən sizdən istədiyim nədir? Ta burada rəqəm seçməyəcəm bir-bir sizə. Keçmədiyimizi ki, bildiniz. Keçmədiyimiz bir dənə horizontallar qalıb. Oxuyanda da görürsünüz ki, biz bunu keçmişik, yoxsa yox da. Bir dənə onlara... Horizontallar fərqindən hamısını Bəli, bir dənə horizontallar çıxmaq şərti ilə digər hamısını işləyirsiniz. Okay.